Bu deməli türklərin Doğan bəyin qalxanıdır. O dövrün əlbəttə geyim qiyafətləri, məsələn Osmanlı dövründə, Sultan Süleyman Qanuni dövründə çox ağır geyim qiyafəti. Banu Çiçək Hatunun qılıcısıdır. Bunu yəqin ki dərmanlar olub saxlayırlar. Aslıxan Xatunun xəncəridir. Sonra alplərin kullandığı yay və oxdur. Bunda bunun haqqında alp qiyafəti və silahlar haqqında məlumat verilib. Oğuz törəsindən alp şəxsiyyətinin müqəddəs bir önəmə bir sahibi idi. Bu geyimdir, həmin o dövrün geydiyi qiyafətlərdir. Təmiz dəridən hazırlanırdı. Kaftan deyirlər buna. Bu daha qədim kaftanlardır. Çünki Osmanlı dövründə kaftanlar belə olmurdu. Tamam başqa cür olurdu. Bu növbəti kaftan bu dəridən hazırlanırdı. O nisbətən dəri deyil, amma bu sırf dəri materialdan hazırlanıbdı. İkincisi qəhvəyi rəngdə olan kaftandır. Giysəl belə sabitleyen aksesuarlar, kəmər, kuşaq 3 türlüdür. Və bu digər kaftanlardır. Yun, pambıq, kətan, kənədir və ipək kimi parçalardan istifadə olunubdur. Bu da yaşadığı mühitə uyğun olaraq hazırlanmışdır. Bunlardan etibarən atlı birliklərin qurulmasıyla giyilən, üstdən giyinən isti paltardır bu.